heç kimə yalnız qalmamaq arzusu ilə gəlin mahnıya qulaq asaq. Bağışla sevgili, bağışla məni. Mən sənin qədrini bilə bilmədim. Mənim günahımdır o yaş, o damlar. Bağışla gözyaşım silə bilmədim. Mənim məhəbbətim nəvir sənə. Hicrandan savayı, qəmdən savayı. Qayıdı dünyaya, gəlsəydim yenə. Mən kimi sevərdim səndən savayı. Mənim məhəbbətim nə verdi sənə? Hicrandan savayı, qəmdən savayı. Qayıdı dünyaya, gəlsəydim yenə. Mən kimi sevərdim səndən savayı. Sen benim bəxtimə bir qızıl çiçək. Mən sənin ətrini duya bilmədim. Sen benim bəxtimə bir qızıl çiçək. Mən sənin ətrini duya bilmədim. Sen soldun həsrətdə eyləşək-ləçək. Mənsə bu xəzanı duya bilmədim. Sən soldun həsrətdən eyləşək-ləçək. Mənsə bu xəzanı duya bilmədim. Mənim məhəbbətim nə verdi sənə? Hicrandan savayı, qəmdən savayı. Qayıdı dünyaya, gəlsəydim yenə. Mən kimi sevərdim səndən savayı. Mənim məhəbbətim nə verdi sənə? Hicrandan savayı, qəmdən savayı. Qayıdı dünyaya, gəlsəydim yenə. Mən kimi sevərdim səndən savayı. Mən sənin ətrini duya bilmədim. Sən mənim bəxtimə bir qızıl çiçək. Mən sənin ətrini duya bilmədim. Sən soldun həsrətdə eyləşək-ləçək. Mənsə bu xəzanı duya bilmədim.
bilmədim. Sən soldun həsrətdən, heylə çək. Mənsə bu xəzanı duya bilmədim. Sağ olun. Teşekkür edirik. Düşünürəm ki, oxuduğunuz bu mahnı bütün tənha qalanlara, özünü atılmış hesab edənlərə bir töhfə oldu. Artıq verilişimizin sonuna yaxınlaşdıq, hörmətli tamaşaçılar. Əlbəttə ki, ideal münasibətlər yoxdur. Lakin bununla bərabər bütün münasibətləri yaxşılaşdırmaq üçün rezervlər var və bugünkü verilişimizdə biz bu haqda söhbət etdik. Biz verilişimizin iştirakçıları naturaca optimistik. Lakin biz onu demirik ki, bugünkü verilişimizdən sonra bütün ailələrin emosional problemləri həll olunacaq. Lakin məqsədimiz onu deməkdir ki, qızışmış etirazları söndürmək, azaltmaq mümkündür və müəyyən problemləri daha yüngül, daha müdrik həll etmək olar. Bununla da ailələr verilişinin növbəti sayı sona çatdı. Yeni mövzularla, yeni verilişlərdə görüşənədək.